Asiya qitəsi. Deməli, Asiya qitəsi biz keçən dərsdə təxmin belə Avropanı öyrəndik. Bu gün isə Asiya qitəsini öyrənirik. Asiya qitəsini ekvator xətti cənubundan keçərək kəsir. Təxminən belə ekvator xətti kəsir və 180 dərəcəlik meridian, yəni ki, Qrinviçin əks meridianı kəsir deyə o 4 yarımkürədə yerləşmişdir. Yəni həm şimalda, həm cənubda, həm şərqdə, həm qərbdə. Amma əsas hissəsi şimal və qərb yarımkürəsində, şərq yarımkürəsində yerləşir. Kiçik hissəsi qərb və yerləşir cənub yarım kürəsində deyəcəksiniz. Yəni yarımkürələrin xəritəsində biz buna baxdığımız zaman Avrasiyanın quyruğunu biraz çıxıntı formasında verirlər xəritənin qırağında. O artıq digər yarımkürə, yəni qərbə düşür deyə onu o şəkildə verirlər. Qitə ərazisindən deyirik ki, ümumi sahəsi 44 milyon kvadrat kilometr. Amma Avrasiya materikinin ümumi sahəsi 54 idi. Onun 10 milyonu Avropa idi. 44 isə Asiya qitəsinə düşür. Avropa qitəsinin şərq hissəsində yerləşir. Sahillərində Şimal Buzlu Okean yerləşir. Sakit Okean yerləşir. Hind Okeanı yerləşir. Bir də bax bu hissədə Atlantik Okeanın suları, bu hissədə Atlantik Okeanın suları, bu hissədə Atlantik Okeanın suları, bax burada. Yox, buradan yumayacaq. Buradan niyə gəldim ki mən? Avropadan, bura Avropanı deyir, hə. Bu hissədə Atlantik Okean suları, yəni Aralıq dənizi və Qara dəniz, Azov dənizinin suları materik qitənin sahilini yuyur deyə bura biz Atlantik Okeanda sahillərində yerləşir deyə bilərik. Yəni ki, qitənin sahilləri 4 okean suları nə edir? Yuyacaqdır. Diqqətli olun buna. Atlantik Okean həmişə bizi çarxdırır burada. Sonra qitə ərazisində deməli 66,5 dərəcə qütb dairəsi xəttini, burada isə 23,5 dərəcə çox əyri çəkdik. 23,5 dərəcə tropik xəttini görə bilirik deyə. Ona görə biz deyirik ki, qitəmiz 3 işıqlanma qurşağında, həm qütbdə, həm mülayimdə, həm də ki, tropik işıqlanma qurşağında yerləşir. Qitənin şimal ucqar nöqtəsi Çelyuskin burnu Rusiya ərazisində Taymır yarımadasına düşür. Bura Taymır yarımadasıdır. Qütb işıqlanma qurşağında yerləşir. Şərqdən isə Dejnyov burnu Çukot yarımadası ərazisində, cənubdan Piyay burnu Malakka yarımadası ərazisində yerləşir. Şərq ucqar nöqtəsi Rusiya ərazisində, şimal Rusiya ərazisinə düşür. Cənubu Malaziya ərazisinə düşür. Diqqətli olun. Bax burada Sinqapur ölkəsi də var, amma Sinqapur ada ölkəsi olduğuna görə biz onu götürmürük də. Yəni ki, deyirik ki, Sinqapura yox, Malaziya yarımadası ərazisində Malakka yarımadasından Malaziya ərazisinə düşür deyəcəksən. Qərbdən isə Türkiyədə, yəni Kiçik Asiya yarımadasında yerləşən Bababurnu qərb ucqar nöqtəsi hesab edilir. Bu qitənin ucqar nöqtələri idi. Asiya qitəsinin ucqar nöqtəsidir. Avrasiya deyəndə materik, yenə də demək olar ki, başda bərabər götürürsən, bir dənə Avrasiya materiki ümumi deyəndə onun qərb ucqar nöqtəsini Roka burnu götürürsən. Yəni Asiya ilə Avrasiyanın ucqar nöqtəsi bir deyil də, yəni ayrı-ayrıdırlar. Qərb ucqar nöqtələri. Asiyada Bababurnudur, Avrasiyada Roka burnu hesab edilir də, yəni bitişik formada deyən zaman. Qitə ilə materikin fərqi biz demişdik ki, ətrafındakı adalara görə müəyyənləşdirirdik. Yadımızda qalsın bu da. Ada varsa qitədir, adasızsa artıq materik hesab edilirdi. Qitənin ən yüksək nöqtəsi deməli Himalay dağlarıdır ki, burada yerləşən Himalay dağlarında yerləşən Comolongma və ya Everest zirvəsi hesab edilirdi. 8848 metr mütləq hündürlüyə malik olan zirvə idi deyəcəksən. Ən alçaq nöqtəsi isə burada yerləşirdi. İsrail və İordaniyanın sərhədinə düşür təxminən Ölü dənizi. Buna Lut dənizi də deyirlər. Ölü dənizi hesab olunur ki, o da göldür əslində. Ölü gölü, Lut gölü deyir türklər məsəl üçün buna. Ölü dənizidir və Ölü dənizi mənfi 405 metr. Bəzi yerlərdə kitablarda falan bunun dərinliyi mənfi 430 metrdə verirlər. Bəzi xəritədə 402 metrdə verirlər. Bizim üçün çox əhəmiyyəti yox onsuz da bu rəqəmin burada. 405 yəni ən quruda yerləşən ən alçaq nöqtə hesab edilir deyəcəksiniz. İsrail və İordaniyanın sərhədində yerləşir, yadımızda qalsın. Sonra qitənin bəzi alçaq nöqtələri var. Bunları bilmək lazımdır. Burada verilməyib də. Türkmənistan ərazisinə düşür. Karagey çökəkliyi var. -132 metr dərinlikdədir.
Sonra burada Turfan çökəkliyi var. -155 metr dərinliyə malikdir. Yadda qalsın, Karagiya çökəkliyi müstəqil Türk dövlətlərinin ən alçaq nöqtəsidir. Turfan çökəkliyi isə ümumiyyətlə Türk dünyasının ən alçaq nöqtəsidir. Turfan çökəkliyi Sinteziyan Uyğur ərazisində yerləşir. O müstəqil dövlət deyil, yəni muxtar respublikadır. Ona görə deyirik ki, ən alçaq nöqtə Türk dünyasının Turfandır. Müstəqil Türk dövlətlərinin ən alçaq nöqtəsi isə Karagöya çökəkliyi hesab edilir. Karagöya çökəkliyi bir dəqiqə qoy baxın ona tam dəqiq. Türkmenistan, Qazaxıstan, Türkmenistan arasında düşərdir. Hə, Türkmenistan arasında yerləşəcək Karagöya çökəkliyi. Ha, burada yerləşdi. Sonra gəldik qitə ərazisindən danışan zaman deyirik ki, qitənin şərq hissəsi burada Sakit Okeanla toqquşma ərazisində yerləşir. Cənub hissəsində isə biz Hind-Avstraliya tavasında, Hindistan tavasında toqquşma zonasını görürük və Alp-Malay geosinklinal qurşağının geridə qalan böyük bir hissəsi nədir? Bu əraziyə düşmüşdür. Yəni bir hissəsi də burada yerləşir Alp-Malay geosinklinal qurşağı və bu geosinklinal qurşaq boyunca yerləşən ərazilərdə cavan dağ əraziləri varkən, gəlin də baxaq bu cavan dağlara. Türkiyə ərazisində Kiçik Asya yarımadasında Qaradəniz sahilində şimal hissədə yəni ki, Pont dağları yerləşir. Pont dağları. Cənubda isə Tavr dağları və yaxud da ki, biz buna Toros dağları deyirik. Bu iki dağın arasında isə Anadolu yaylası nədir? Yerləşir ki, geosinklinal yayladır. Burada Qafqaz dağları yerləşir. Elbrus zirvəsi sönmüş vulkandır. 5642 metr hündürlüyə malikdir. Sonra burada Zagros dağları İran və İraqın sərhədində. Kopet dağ İran və Türkmənistanın sərhədində. Kopet dağ Qafqaz dağlarının davamı hesab edilir. Sonra burada Hindukuş dağları, Pamir dağları, Qaraqorum dağları, Kunlun dağları və sairə kimi dağlar nədir? Yerləşmişdir. Kunlun dağları Mezozoy yaşlı dağ hesab olunurdu, amma qalanlarında Himalaya həmçinin qarşı olmaqla qalanları altda əmələ gəlmiş cavan dağlar hesab edilirdi deyəcəksən. Və bu arada dağlar geniş yayılmışdır. Bu dağların yerlərini bilmək lazımdır. Sonra burada İran yaylası var. İran yaylası geosinkronda yerləşən yayla hesab edilirdi. Bu ərazilər bax təxminən belə götürürəm. Əfqanistan falan belə də yəni bu ərazilərdə. Bunlar Cənub-Qərbi Asiya regionu hesab edilir. Yəni Cənub-Qərbi Asiya dediyimiz ərazi buradır. Cənubi Asiya dediyimiz ərazi, Cənub-Şərqi Asiya dediyimiz ərazi. Bu hissə isə Şərqi Asiya, bura isə Mərkəzi Asiya, təxmin çəkirəm ha xəttləri. Mərkəzi Asiya hesab edilirdi. Asiya qitəsində cənub-qərb hissəsində tropik xətti keçir deyə bu ərazidə, yəni Ərəbistan yarımadası ərazisində geniş səhralar. Ərəbistan yarımadası da bax buradan belədir ha. Bax bu aşağı bu hissə Ərəbistan yarımadası hesab olunur. Yəni burada da ki geniş səhralıq ərazilər əhatə olunmuşdur. Rubel xali, Böyük Nəfud, Kiçik Nəfud səhraları var ki, Səudiyyə Ərəbistan ərazisinə düşürlər. Burada İran ərazisində Dəşti Kəbir, Dəşti Lut səhraları var deyəcəksiniz. Sonra Qızılqum, Qaraqum səhrası var, burada yerləşir. Təkləməkan səhrası var, burada yerləşir. Qobi səhrası var, burada yerləşir. Qobi, bunlar yayla da hesab olunur. Qobi yaylası da var orada. Tar səhrası Hindistanla Pakistanın sərhədində tropik iqlim burada sınaraq öz yerini subekvator iqlim qurşağına verirdi. Bu da burada yerləşən əsas səhralardır deyəcək. Sonra buradan gələk nəyə? Bu ərazidə Mesopotamiya ovalığı var. Mesopotamiya ovalığında Dəclə, Fərat çayları axır deyə allüvyal mənşəli ovalıqdır. Platforma ərazisində yerləşir. İran körfəzinə çıxışı olan bir ovalıq ərazisi hesab edilir deyə bilərsiniz. Daha sonra burada Küraraz ovalığı Azərbaycanda geosinklinal ovalıq hesab edilir deyərik. Turan ovalığı platformadır və cavan platforma hesab olunur. Türkmənistan, Qazaxıstan ərazisinə düşür deyəcəksiniz. Sonra burada Hind Qanq ovalıqları yerləşir. Hind çayı sahilində Hind ovalığı, Qanq çayı sahilində Qanq ovalığı yerləşir. Dekan yaylası yerləşir. Yayla ərazisində zəngin filizlərin olduğu ərazilər hesab ediləcəkdir. Daha sonra Mekong ovalığı yerləşir ki, geosinkronda yerləşən ovalıq idi. Bu düzənlik və ovalıqlar platformada yerləşir bu ərazilər. Hindistan özü də platformadır, Ərəbistan özü də platformadır ki, bu platformalar əvvəllər Avrasiya, Afrikanın tərkibində olublar, yəni Gondvananın tərkibində, sonra gəlib qoşulublar Avrasiya materiki ərazisinə
deyəcəksən. Böyük Çin düzənliyi yerləşir burada. Böyük Çin düzənliyi, yəni Çin Koreya platformadır və qədim platforma hesab edilirdi deyəcəksiniz. Tibet yaylası var. Bu Kimmerdə yaranmış ərazi hesab edilirdi. Sonra burada Altay sayan Tianşan dağları, Altay sayan, burada isə Tianşan dağları yerləşir ki, biz buna qırışıq faili dağlar hesab edirdik. Yəni paycada yaranmışdılar. Alpda isə yenidən tektonik hadisələrə məruz qalmış dağlar adlanırdı deyə bilərik. Daha sonra şimala doğru qalxdıqca buzlaq mənşəli düzənliklərdən olan Qərbi Sibir ovalıqdır. Şərqi Sibir, Orta Sibir isə bu ərazilər isə yayla ərazisidir ki, hamısı buzlaşmanın təsirinə məruz qalmışdılar. Burada Ural dağları yerləşir. Ural dağları qədim dağlardır. Payca yaşlı dağlardır. Verxyanski, Çeriski, Sxota Alin dağları var ki, bunlar Kimmerdə yaranmış dağlar hesab edilir deyəcəksiniz. Materikin şimalı 4-cü dövrün buzlaşmasının təsirinə məruz qalmışdır. Yəni ümumiyyətlə materik dedim, yəni qitənin şimalında 4-cü dövrün buzlaşmasının izlərini də ki görməyimiz mümkündür. Əsas yarımada və adalarından danışan zaman biz burada Yamal, Qıdan yarımadası bizim atlaslarda xəritədə verilmir ha. Taymır yarımadası hər biri Rusiya ərazisinə məxsus olan yarımadalardır. Şərqə doğru getdikcə şərqdə Çukot yarımadası yerləşəcək. Rusiyaya məxsusdur. Kamçatka yerləşir, Rusiyaya məxsusdur. Koreya yarımadası Koreyaya məxsusdur deyəcəksiniz. Sonra cənuba doğru düşdükcə biz burada Hind, Çin, Malakka, Hindistan, Ərəbistan, Kiçik Asiya yarımadalarındakı həmçinin nədir? Görürük yadımızda qalsın bu yarımadalar da deyək. Sonra əsas burada gəldik nələrə? e, adalara gəldik. Hansı adalar var? Avrasiyanın şərq hissəsi dedik ki, geosinkronal zonada yerləşir. Sakit Okeanın odlu qövsünə düşür və bu ərazidə bax, yadda qalsın. Kamçatka, Kuril ərazisi, Saxalin, Yaponiya, Filippin. Bu ərazilərin hamısı Rük adaları. Bunlar hamısı tavaların toqquşması zonasında yerləşir. Hamısında subduksiya var. Məsələn, bura Sakit Okeanın toqquşmasındadır. Bura Filippinlə Avrasiyanın toqquşmasında yaranan adalar hesab edilirdi. İndi baxıram, burada nə var? Saxalin adası var. Saxalin adası Rusiyaya məxsus olan adadır. Yapon arxipelaqdır. Arxipelaq bir-birinə yaxın yerləşən adalar qrupudur. Burada Hokkaido, Honshu adası ən böyük Honshudur. Bu kiçik ada Chicago, bura isə Kyushu adası hesab olunur. Yaponiyanın ən hündür vulkanı, ən hündür dağı olan Fudziyama vulkanı yerləşirdi Honshu adasında. Kyushu adasında isə Aso vulkanı yerləşirdi. Sonra burada Kuril adaları var. Həm də Kuril Kamçatka Novu var idi. Sakit Okeandan toqquşma zonasında yaranmış subduksiya ərazisi idi. Rusiyaya məxsusdur. Kamçatka da Rusiyaya məxsusdur demişdik bayaqlar. Tayvan, Hainan adaları var ki, bunlar Çinin ərazisi hesab edilirlər. Filippin adaları var. Filippin iki adaya bölünürdü. Şimalında Luson, cənubunda isə Mindanao adası yerləşirdi. Mindanao adası. Şimalında bunun Pinatubo vulkanı, cənubunda isə Apo vulkanı yerləşir. Burada Marian adaları, Marian Novu da yadımızda qalsın. Sonra aşağı doğru düşdükcə bu ərazilər Zond arxipelaqı, Böyük Zond arxipelaqı Sumatradır, Kalimantandır, Yavadır, Sulawesi kimi adalar yerləşirdi burada. Bu adalardan biz deyəcəyik ki, Kalimantan adası və Sumatra adasında ekvator xətti kəsir deyə o 3 yarımkürədə yerləşir. Amma Yeni Qvineyanın heç bir xətt kəsmir deyə 2 yarımkürədə yerləşir. Cənub və Şərq yarımkürəsində. Yava adasında fəaliyyətdə olan vulkanımız var idi. Kamçatka yarımadasında da Kuliçka Sopkası vulkanı var idi. Bayaq demədik. O da Rusiyada yerləşən vulkandır və fəal vulkan idi. Sonra burada Krakatoa vulkanı da həmçinin deyə bilərik ki, yerləşir. Sumatra ilə Yavanın arasında ərazidə deyəcəksən. Kalimantan adasında ikinci adı Borneo adası adlanır. Borneo adası adlanır. Bilmirəm, verilmiş o da ad verilmiş yox. Borneo adası da hesab edilir. Burada Şirlanka adası yerləşir. Materik mənşəli ada hesab edilir. Ümumiyyətlə, saydıqlarımdan Kuril Kamçatka adı Rüküdür ki, bunlar vulkanik mənşəlidir. Qalanları materik mənşəli adalardır. Böyük adaları materikdir. Məsələn, Yaponun və ya Filippinin böyükləri materikdir, kiçikləri isə vulkanik mənşəli adadır deyə bilərsən. Burada Sokotra adası var. Yəmənə məxsus olan adadır. Bu da yadımızda
Qalsın. Sonra bunu deyim, Alpmağa geosinkronal qurşağında fəaliyyətdə olan vulkan, keçən dəfə demişdik ki, fəaliyyətdə olan vulkanlar azdır. Burada əsasən sönmüş vulkanlar var idi. Damavənd, sonra Səhənd, Savalan, Kazbek, nə bilim Elbrus, Ağrı Dağ kimi vulkanlar var ki, bunlar sönmüş vulkanlardır. Bunların da hansı ölkədə yerləşmələri haqqında biz dəfələrlə də dərslərimizdən etmişik, danışmışıq deyəcəyik. Uzqar nöqtə dedik. Hansı yarımadası var, hansı adası var. Bunları danışdıq. İşıqlanma qurşaqlarını dedik. Dağlarını göstərdik. Dağların əsasən hündürlüklərinə də fikir verərsiniz ki, dağlarda hansı hündürlüklər var. İndi bir dənə kitaba da nəzər salaq görək, kitabda da ki, bizim demədiyimiz qeyri-adi başqa nəsə var idimi? Zənnimcə yox idi. Zənnimcə yoxdur. Yenə regionlara da kitabdan baxarsınız. Hə, bir də burada yadda qalsın bax. Onu Avropada biz demədik. Deyim, fikir verin. Şimal dənizindən neft qaz çıxarır. Böyük Britaniya, Norveç, Niderland, yəni Hollandiya çıxardır. Avropanın cənubunda faydalı qazın demək üçün yoxdur. Almaniyanın qonur kömürü var, Ukraynanın kömürü var, Rusiyanın kömürü var, dəmir filizi var. Yadımızda qalsın bunlar. Polşada kömür var, yadda qalsın. Sonra Çin demək olar ki, bütün filizlərlə zəngindir. Neft qaz zəifdir burada. Yəni yox demək olar ki, yəni belə Cənubi Çin dənizində falan var. Bir də bu ərazidə bez neft qaz var. Sonra İran körfəzi zəngin neft qazdır. Ərəblər neftlə, qazla zəngindir. İran, Ərəbistan yaylasında, Hindistan ərazisində, Dekan yaylasında zəngin filiz var. Hindistan demək ki, hər faydalı qazıntısı var. Əsasında dəmir filizi falan var. Çində boksit var. Məsəl üçün yadda qalsın, boksit. Sonra Cənub-Şərqi Asiya dünyanın ən böyük qalay Wolfram qurşaqlarından biri hesab edilir, bu yadda qalsın. Sonra əsas faydalı qazıntılarından demək olar ki, bunlardır. Neft, qaz orada Cənub-Qərbi Asiyada. Qızıl var. Hindistan, Qazaxıstan ərazisində, Rusiya ərazisində qızılla zəngindir deyə bilərsiniz bunu belə. Başqa da deyəcəyim, məsəl üçün bax orada şeylər var. Coğar zirvəsi şeydə Qaraqum dağlarının ən hündür zirvəsidir. K2 zirvəsi deyilir. İkinci ən yüksək zirvədir. Yəni 8611 metr hündürlüyə malik olan zirvəmizdir deyəcək. Başqa da zənnimcə Asiya qitəsindən deyəcək bir şey yoxdur. Yəni elə bunlardan ibarətdir Asiya qitəsində.